Salam uşaqlar. Deməli, üç bucaqların güvəndən 50-dən 80-ə qədər sualların izahını verəcəm inşallah. Deməli, perimetri 30 olan bərabər yanlı üç bucağın oturacağı 2 sm olarsa, o biri tərəfin, yəni yan tərəfini tapın. Uşaqlar, bərabər yanlı üç bucağın yan tərəfləri eynidir, bildiyimiz kimi və oturacaq 2-dir. Digər tərəflərdə AA desəm, deməli, belə də tapa bilərəm. 30-dan 2-ni çıxıb 28 2-yə bölərəm. Bərabərdir axı. Edəcək 14. Yan tərəflər necə imiş? 14. Yan tərəf desəydi daha gözəl olardı. Deyib o biri tərəfi tapın. Bərabər yanlı üç bucağın perimetri deyib tərəflər 2 bölünsün 5 nisbətindədirsə, deməli buna 2 2 deyə bilmərəm. 2K 2K deyə bilmərəm. Niyə? Deyə bilmərəm, indi onu deyirəm. Çünki 2K 2K desəm 4K eləyər. Bu üçüncü tərəfdən kiçik olardı. O baxımdan bu mütləq 5K 5K bir də 2K ola bilər. Deməli belə. İndi uşaqlar, perimetrini tapanda 5K plus 5K plus 2K bərabərdir 36-ya. 12K bərabərdir 36-ya, K da bərabərdir 3-ə. K 3-dürsə, deməli 3 0 15, 3 0 5 15, bu da 15, bu da 6. Belə. Bir də deyib tərəflərini tapın, 15 15 6 olacaq. Bərabər yanlı üç bucağın yan tərəfinə. Deməli, bərabər yanlı üç bucaq budur. Bu yan tərəflə bu olsun. Bu yan tərəfinə paralel olan orta xətt tərəfi 2 hissəyə bölünür. Deməli, bu 4-dürsə, bu 8-dir. Bərabər yanlı olduğu üçün bu da 8 olacaq. 8 8, onda oturacaq neçə olacaq? 16, 22-dən də 16 çıxanda eləcək 6. Desə də oturacağı paralel xəttin uzunluğu tap 3 olacaqdır. Bərabər yanlı üç bucağın oturacağı bitişik bucaq xaricində. Deməli, uşaqlar, bərabər yanlı üç bucaqdır bu. Oturacağı bitişik bucağın xaricində 140-dır. Xarici bucaq 140-dır. Onda deməli bu da 40-dır. Oturacağı bitişik bucaq eyni olduğu bu da 40-dır. Bu bucağı səndən soruşub. Bu da eləcək 100. Təbii bu bucaq neçə imiş? 100. Uşaqlar, bərabər yanlı üç bucağın bu həm tənböləndir, həm də hündürlük median deyən kimi bilin ki, bu bərabər yanlı üç bucaqdır. Çünki bərabər yanlı üç bucağın təpəsindən çəkilmiş xətt həm tənbölən, həm median, həm də hündürlükdür. Bizə nə deyib? AC-nin uzunluğu 5-dir deyib. AC 5-dir. Bu 5-dirsə, bu da 5-dir. B-in 4-dür. Bu 4-dürsə, deməli bu da 4-dür. Burada düzbucaqlı üç bucaq var da. Katetin bir dənəsi hipotenuz 5, katet 4 olsa, digər katet neçə olacaq? 3 olacaq. Cavab 3. Belə. Deməli, uşaqlar, buna baxaq. AB və BC 10-dur. Bərabər yanlıymış. AC 16-dır. KC 6 olarsa, KC 6-dır. Deməli, AC 16-dırsa, bu 10 olacaq. Bizdən BK-nın uzunluğunu soruşub. Təbii ki, BK-nın uzunluğunu necə tapmaq olar? Deməli, 16, belə bir xətt çəkərəm. Bu təpədən çəkdiyim xətt həm median, həm tənbölən, həm də hündürlükdür. 16-dırsa, deməli bu 2 olacaq, bu 8 olacaq. Bu ümumi 16 eləmək üçün. Deməli, uşaqlar, baxın, bu 10, bu katet 6-dan 2 toplayanda 8, bu eləcə 6. İndi uşaqlar, baxaq, bu 6-dır, 8-dir, bu 2-dirsə, bu düzbucaqlı üç bucaqdan hipotenuzu tapmaq olmazmı? Tapmaq olar. Bu x istəyir buna. X-in kvadratı bərabərdir 6-nın kvadratı plus 2-nin kvadratı. X kvadrat bərabərdir 36 plus 4. X bərabərdir kök altında 40-a. 40-da yazaram 4 vurma 10. 4-dən də çıxır 2 kök altında 10. Belə. AB CD-yə bərabərdir. CD-yə bərabərdir. Bu belə. Sonra nəsə verilməli idi axı. Burada desə 80 verilmişdi. Səhvimsə bunu da verilmişdi bizə. Deməli, bizdən BA-kanı isib. BA-kanı isib. Bu AC-nin AK'ydı. AC-nin planı bərabərliyi verib bizə. Deməli, belə. Deməli, 80 idi bu. Bizdən BA-kanı. Bu 80 idi deyəsən. 80. 80-dırsa deməli bu da 80-dir.
Z qaydasını bu da 80-dir. 80, 25 toplayan neçə edir? 80, 25-i. 105, 105, 180-dən 105 çıxanda 75. 75 isə bu da 75-dir. 75, 150, bu da eləyəcək 30. Bu ümumi 180-dırsa, 30 çıxanda bu eləyəcək 50. Belə. 50 olacaq cavab. Uşaqlar, bax, bərabər yanlı üçbucaqda oturacaq bitişik bucaq 36-dırsa, deməli bu da 36-dır. Bu 72-dirsə, deməli bu da 70. 36, 36. Xarici bucaq 72 olacaq. 72-dirsə, bu da 72-dir. Bizdən BAC bucağını istəyib. BAC bucağını istəyib. 72 üstə 36 eləcək 108. Cavab 108 olacaq. Deməli, onda bu bucağı tapmaq üçün bu bucaq, deməli, bunu tapdıq. İndi bunu tapırıq. Bərabər tərəfli üçbucağın hündürlüyünü tapılma düsturu A kök altında 3 hündürlüyün H-ın və ya medianın hündürlüyünün eyni düsturda onsuz. Hamısında A kök altında 3 bölünsün 4-dür. Yəni A-nın yerində 14 kök altında 3 vurma kök altında 3 bölünsün 2-yə. 14-dən 2 yıxsa getdi 7. 7 vurma kök 3-ə vuranda 3 alınacaq. 21 alınacaq oradan. Uşaqlar, bərabər tərəfli üçbucaqda hər bucağı 60-dır. 2 hissəyə bölünür də, tənbirləndə həm də 30. Deməli, bu da 30. Bu da 2 ağırlıq mərkəzidir. Yazmamışam, amma bilin ki, ağırlıq mərkəzidir. Bizə nə istəyib? AGN istəyib. AGN bu bucağı. Bu da 90-dır. Hissənin təpəsindən çəkilmiş median həm də hündürlükdür. 30 düz bucaqlı üçbucağa görə 30, 90, bu neçə olacaq? 60. Cavab 60 dərəcə olacaq. İti bucaqların cəmi 90 dərəcə olmalıdır. 2x plus 3x bərabərdir 90-a, 5x bərabərdir 90-a, x də bərabərdir 90-a 5-ə böləndə 18 dərəcə. X 18, A bucağını istəyib 2 vurma 18 eləcək 36. 72, bu asandır uşaqlar. Düz bucaqlı üçbucaqda hipotenuz 5-dirsə, katet 4-dürsə, digər katet tapanda 5-in kvadratını çıxılsın 4-ün kvadratı. X kvadratı bərabərdir 25 çıxılsın 16, x kvadrat bərabərdir 9, x bərabərdir 3-ə. Və ya düz bucaqlı üçbucaqlı 3, 4, 5 üçbucaqdır. Uşaqlar, bax, bunda qəşəngdir. Hər 33-dən 44 nə bu nədir? Deməli 11-dir də. Deməli bu 11-ə bölsün 3 alınacaq, bu 4 alınacaq. 3, 4 olanda hipotenuz neçə olur? 5. 5-in neçə misli? 11 misli, o da eləcək 55. Və ya Pifaqor teoremində də işləyə bilərsiniz. Düz bucaqlı üçbucaqda eləcək nəyə ki, düz bucaqlı üçbucaq katetlərin biri digərindən 3 dəfə böyükdür. Bu x 3x-dir. Hipotenuzu isə 10 cm olarsa, deməli x-in kvadratı plus 3x-in kvadratı bərabərdir 10-un kvadratına. X kvadratı plus 9x kvadratı bərabərdir 100-ə, 10x kvadratı bərabərdir 100-ə, x kvadratını tapanda 110-a böləndə 10 alınacaq. X-ə bərabərdir kök altına 10-a. Kiçik katet elə kök altına 10-dur. Böyük katet desədir 3 kök altına 10 olacaqdır. Düz bucaqlı üçbucağın hipotenuzu 26-dır. 26 katetlərdən biri digərindən. Buna 5K deyəcəm, buna 12K deyəcəm. 5, 12, 26 varsa, yəni 5K kvadratı üstə gəlsin 12K-nın kvadratı bərabərdir 26 kvadratına. 25K kvadratı plus 144K-nın kvadratı bərabərdir 500, 676-ya. Toplayanda 169 K kvadrat bərabərdir 676-ya. K kvadratını tapanda 676-dan 169-a bölən 4. K da olacaq 2. Böyük katet. 12 vurma 2, 24. 5 vurma 10. Böyük katetdə 24 olacaq. Deməli, uşaqlar 78-ə baxaq. Bu asandır. 13, 12, bu 5 olacaq. X-in kvadratı bərabərdir 5-in kvadratı ilə 4-ün kvadratı. X kvadratı bərabərdir 25 plus 16-ya. X kvadratı bərabərdir 41-ə. X də bərabərdir kök altında 41-ə. Bu qədər sadə. Bunda uşaqlar belə kifayət edə bilərsiniz ki, 3, 4, 5-dir. Amma və ya bunun kvadratı ilə bunun kvadratın
toplayıb bunun kvadratını bərabər eləmək lazımdır. Yəni, deməli, olacaq x plus 3-ün kənardan kvadratı üstə gəlsin katetlərin kvadratı x plus 4-ün kvadratı bərabərdir x plus, yox, 2-nin kvadratı bərabərdir x plus 4-ün kənardan kvadratına. X kvadrat plus 6x plus 9 plus x kvadrat plus 4x plus 4 müxtəsər kimi açdım. X kvadrat plus 8x plus 16. Hər tərəfdən x kvadratlarından birini apardım. X kvadrat. İndi 6x-dən 4x toplayanda 10x plus 13 8x plus 16. İndi x kvadrat hamısını bir tərəf keçirəm. 10x-dən 8x çıxanda plus 2x 13-dən 16 çıxanda 3 bərabərdir 0-a. Deyini tapanda 4 çıxılsın. 4 vurma plus olacaq 3. 16 x1-i tapanda. Mənfi 2 plus 4 bölünsün 2-aya. Bu da 1. Deməli bu olacaq 4, bu olacaq 3, bu da olacaq 5. X-in yerinə elə bil 1 qoyanda 4 elədir. Bu elədir 3, bu da 5. Yəni düz bucaqlı 3 bucaq 3, 4, 5 3 bucaqdır. Yəni bunu demişdim əvvəlcən. Perimetrini tapanda 3, 4, 5 toplayacağım. Bu da eləyəcək 13. Yəni bu qədər sadə. Sağ olun, salamat qalın.